Salam əziz şagirdlər. Bu gün çevrə və dairə haqqında danışacağam və çevrənin elementləri haqqında danışacağam. Deməli, videomuz təxminən 30-35 dəqiqəlik bir video olacaq. İndi o belə deyim qismdə çevrə haqqında bütün xassələri, bütün qaydaları izah eləyəcəm, çalışacağam. Çox da uzun olmasın, amma mən elə başa düşürəm ki, bu elədir ki, biraz uzun bölmə olacaq, uzun video olacaq, təbii ki. O baxımdan da vaxt itirmədən keçək dərsin izahına. Deməli, uşaqlar, ümumiyyətlə çevrə nədir? Çevrə haqqında nə danışa bilərəm? Çevrə nədir? Dairə nədir? Bunların fərqi nədir? Bunun haqqında nə məlumat verə bilərəm? Deməli, uşaqlar, müstəvidə bir fiqur götürmüşəm. Bir dənə nöqtə götürmüşəm və nöqtədən deyib ki, eyni məsafədə, məsələn, indi bunun qoyulması haqqında danışa bilmərəm. O qədər, yəni qoyulma məsələ haqqında məlumat versin, biraz geniş bir video olacaq. Amma məsələn, məsələn, belə bir məsafə olar, bu məsafə. Bütün məsafələr hamısı eyni olan, nöqtələr çoxluğuna çevrə deyilir. Bu təbii ki, çevrədir. Yəni deyir ki, çevrənin mərkəzindən eyni məsafədə yerləşən nöqtələr çoxluğunun birləşməsindən əmələ gətirdiyi fiqur çevrədir. Çevrə nədir? Bir də dairə nədir uşaqlar? Bunların arasında fərqlilik nədir? Çevrənin içərisi boş olur, dairənin içərisi isə dolu olur. Məsələn, qəpik dairədir, amma bir dənə adi, bir dənə deşik desək, bu çevrədir. Yəni bunlar çevrə və dairənin əsas fərqi bu olacaq. Yəni bunu belə deyim də, özü bu mərkəz nöqtəsi bəzən çox vaxt O nöqtəsindən gedir, işarə olunur. Bunu da çevrədən birləşdirsə bir çevrə eləsək, təbii ki, çevrənin belə deyim, indi elementlər haqqında danışsam, çevrənin elementləri nədir? Deməli, çevrənin elementləri, uşaqlar yadda saxlayın ki, çevrənin mərkəzi ilə çevrənin istənilən nöqtəsini birləşdirən xəttin adı adlanacaq, radius adlanacaq. OA nəymiş? OA radius idi. Radius. Deməli, ondan sonra uşaqlar, çevrəni yadda saxlayın ki, uşaqlar, radius sonsuz saydadır da. Çevrənin çünki nöqtələri əgər sonsuz saydadırsa, bu mərkəzin istənilənə qədər mən radius çəkə bilərəm, sonsuz sayda radius olacaq. Deməli, ondan başqa, çevrənin iki dənə nöqtəsini birləşdirən xəttin adı, deməli, vətər olacaq. Buna yazacaq B, bu da olacaq C nöqtəsi, BC nöqtəsi, tam çəkmədim. Deməli, K nöqtəsində, məsələn, L nöqtəsini birləşdirdim. K, L nə olacaq? Vətər olacaq, uşaqlar. Bu vətər olacaq. Bu da, məsələn, BC olsa, bu yəni bu hissəsi yoxdur. Bu da BC vətər olacaq. Sonsuz sayda da vətər var. Deməli, çevrənin iki nöqtəsini birləşdirən xəttdə vətər adlanacaq. Ondan başqa uşaqlar, deməli, diametr nədir bəs? Diametr çevrənin ən böyük vətəridir. Yəni, mərkəzdən keçən vətərə diametr adlanacaq. Çevrəni 2 hissəyə bölür. Çevrə ümumi 360 dərəcədir uşaqlar, yadda saxlayın. 360 dərəcədir. 360-ı 2 hissəyə böləcək. Qövs baxımından 180 böləcək. Yaxşı, qövs nədir? Deməli, məsələn deyirəm, bu A, bu B. Baxın, çevrənin müəyyən hissəsinə, uşaqlar, bax, bu hissəsi var ha. Bunun adı adlanacaq qövs. AB xət qoyurlar. Bax, belə bir xət qoyurlar. Çox vaxt bunu kitablarda belə qoyurlar, əvvəlinə qoyurlar. AB qövsü. Deyil, AB qövsü. Bu AB qövsüdür, uşaqlar. Ondan başqa 2 qövs var. Qövs 2 dənədir. Deməli, qövs. Bir var ki, balaca qövs. Bax, A-dan B-yə qədər məsafə, belə deyim də, olan dərəcəyə balaca qövs deyirlər. Balaca qövsün adına deyirlər minor. Böyük qövsə isə major. Minor qövs və major qövs. Belə. İkisi də eynidir. Yadda saxlayın, minordan major qövsün cəmi həmişə 360 dərəcə. Çünki çevrə həmişə 360 dərəcə olur. Ondan sonra uşaqlar, elə xassələr haqqında danışıram. Deməli, bu vətər haqqında danışdım. Bu diametrdir. Çevrəni 2 hissəyə bölür. Onu danışmadım. Deməli, həmişə diametr 2 ilə radiusa bərabərdir. Diametr bərabərdir. D bərabərdir 2R düsturundan tapılacaq həmişə. Radius 5 olarsa diametr 10 olacaq həmişə.
Ondan başqa uşaqlar nəyə baxmaq lazımdır? Bir də danışmaq lazımdır. Vətər elementlər haqqında danışım. İnşallah olan xassələr haqqında ümumi məlumat verəcəm. Təbii ki, məsələn, belə bir xətt olanda buna kəsən deyirlər. 2 dənə nöqtəsin, çevrənin 2 dənə nöqtəsin olanda, keçəndə buna kəsən deyirlər. AB kəsəni toxunan nədir? Çevrənin bir nöqtəsindən keçən xəttə buna toxunan deyirlər. Məsələn, deyirlər A düz xətti çevrəyə toxunub. AB düz xətti çevrəni kəsib. Kəsən və toxunan xassəsi bu qədər sadə. Ondan başqa qövs haqqında danışdım. İndi daxilə və çəkilmiş, indi yazıram. Başladıq xassələrə. Daxilə və daxili yazaq və mərkəzi bucaq. Daxili bucaq nədir? Mərkəzi bucaq nədir uşaqlar? Deməli, bu daxili bucaq və mərkəzi bucaq haqqında danışacağıq. Təbii ki, çevrənin bu mərkəz nöqtəsidir. Bu çevrənin belə deyim, AB qövsün deyək. AB qövsü. Bu da olsun C düz xətti, C nöqtəsi. C nöqtəsi bunun üzərindədir. Təbii ki, uşaqlar yadda saxlayın ki, deməli, daxilə çəkilmiş bucaq, bu alfa bucağı həmişə söykənmək budur. Bax, uşaqlar, buna söykənir bucaq. Söykəndiyi AB qövsünün, qövsü bəzən belə də yazırlar uşaqlar, bax, belə, qabağına da qoyurlar, mən amma həmişə üstünə qoyacam. AB qövsünün yarısıdır, kitablar elə göstərəcək, sinif kitabları. AB qövsünün yarısıdır. Amma mən də bunu dedim, bir dənə də mərkəzi bucaq çəkək. Mərkəzi bucaq, təpəsi mərkəzi yerləşən bucağa mərkəzi bucaq deyirlər. Yəni, təpəsi görsün mərkəzi bucaqdır. Bu mərkəzi bucaq isə, buna mən beta desəm, beta bucağı elə nəyə bərabərdir? AB qövsünün özünə bərabərdir. Həmişə elədir. Deməli, daxilə çəkilmiş bucaq söykəndiyi qövsünün yarısına bərabərdir. Amma mərkəzi bucaq isə söykəndiyi qövsə bərabərdir. Deməli, daxilə çəkilmiş bucaq söykəndiyi qövsünün yarısına, mərkəzi bucaq isə söykəndiyi qövsə bərabərdir. Yadda saxlayın ki, uşaqlar, belə bir xassəmiz çıxır ki, daxilə çəkilmiş bucaq mərkəzi bucağın yarısı olacaq. Həmişə belədir qayda. Bir də uşaqlar, belə bir xassəmiz var. Bu xassələr yazaq. Bunlar vacib xassələrdir. Məsələn, bu olsun C qövsü, bu da olsun D qövsü. Baxın, hamısını yazıram ki, sizin heç bir çətinliyiniz olmasın. Deməli, bax, hansı qövsü söykənib? Buna deyək alfa. C düz xəttinə. Bir dənə belə bir qövsü çəkirim. Bax, hansı qövsü söykənib? Bu da alfa söykənib. Görürsünüz? Eyni CD qövsünə söykəndiyi üçün ki, bucaq. Deməli, bucaqlar bərabərdir. Və ya belə bir qövsü çəksəm, bir dənə belə bir xətt çəksəm, bu da alfa olacaq. Deməli, müəllim, belə bir xassə var ki, eyni qövsə söykənən bucaqlar həmişə bərabər olacaq. Bu qövsə söykənib deyə bu bucaq, görürsən, bu bucaq bərabərdir bu bucaq, bu da alfa, bu da alfa. Deyəcək ki, bu 70-dir, bu neçə olacaq? Bu da 70 olacaq, bu da 70 olacaq. Bu qayda çox vacib qaydalardan da, uşaqlar, çox lazımlı olan xassələrdəndir. Xahiş edirəm, bu qaydaya bir neçə dəfə özünüz videonu saxlayın və başa düşün. Yenə dediyim kimi, eyni qövsə söykənən bucaqlar həmişə eyni olacaq, bərabər olacaq. Ondan başqa uşaqlar, danışaq. Deməli, mən mərkəzi bucaq və ya daxilə çəkilmiş bucaq haqqında danışdım. İndi davamında gedirəm qabağa. İndi davamına baxaq. Yaxşı, keçək. Deməli, vətər haqqında, kəsikən vətərlər haqqında. Kəsikən vətər. Kəsikən vətərlər. Deməli, uşaqlar, kəsikən vətərlər nədir? 2 dənə vətəri düşünün. Bu çevrənin mərkəzidir. Bu mərkəz nöqtəsini birləşdirəcəm bir belə, bir də belə. Bu A olsun, bu qövs N olsun, bu M. A, N, M, B qövsü deyilir. C, D, bu da olsun M. Bu alfa bucağı. Birinci bunların arasında qalan bucaq deyirik. Bu K nöqtəsi.
Deməli uşaqlar, birinci xassəmiz bizim bunların kəskin vətənlər arasında qalan bucağı tapanda yadda saxlayın ki, qövsləri toplayıb, hansı qövsləri? A, N, B qövsü ilə hansı qövsü? C, M, D-ni qövsü. C, M, D qövsünü toplayıb böləcəm 2-yə. Bu birinci xassə. İkinci xassə. AK, bax. AK bu qövsün bu qövsü hasili, yəni K, D hasili bərabərdir BK-nın C, K olan hasili. Bax, yadda saxlayın. Hissələrin hasili deyil, bunun buna, bunun da buna hasili. Birinci növbəti xassəni desəm, deməli, kəskin vətənlər xassəsini dedim. 2 dənə xassəsi var, çətin bir xassə yoxdur. Ondan başqa uşaqlar yadda saxlayın ki, deməli, çevrənin bir vətər düşünək. Məsələn, belə bir vətər. Bu vətərin diametri bu nöqtədə, təxminən bu nöqtə diametrdir. Həmişə yadda saxlayın ki, diametr bu vətəri uşaqlar 2 hissəyə böləcək, 2 bərabər hissəyə böləcək. Bu neçədirsə, məsələn 10-dursa 2 hissəyə böləcək, 5 böləcək. Yadda saxlayın. Bu olsun A, bu olsun B, bu olsun C, bu olsun D, bu da olsun O. Həmişə yadda saxlayın ki, vətər, diametr vətəri 2 bərabər hissəyə böləcək. Bu xassəni bilmək lazımdır. Ondan sonra toxunanın haqqında hələ danışmaqdan əvvəl baxaq hələ kəskin vətərlər haqqında nəsə məlumat varmı? Olsa əgər ona baxmaq lazımdır. Vətərlər arasında qalan bucaq kəsən vətərə baxaq. Nəsə başqa xassə varsa ona baxaq və toxunanla vətərin arasında qalan bucaq söhbət gedib. Deməli. Yoxdur. Heç bir xassə yoxdur. Keçək orada toxunanla. Toxunan. Deməli. Toxunan. Şöyle toxunan çevirən toxunanı deyəndə bəx demişdim, bir nöqtəsindən keçməlidir. Belə bir xətt. Belə. Bir dənə toxunan çəkəndə belə bir toxunan çəkə bilərəm. Yəni məsələn bir dənə toxunan belə toxunandır. Deməli bir dənə belə toxunan çəkə bilərəm. Yadda saxlayın, çevirənin xaricindən çevrəyə 2 toxunan çəkmək olar. Yalnız və yalnız 2 dənə toxunan çəkmək olar. Bunları adlandırım A, M, deməli B, bu da olsun C. Uşaqlar yadda saxlayın, çevrənin xaricindən çevrəyə 2 dənə yalnız və yalnız 2 dənə toxunan çəkmək olar. Toxunanlar hansılardır? Bax, bunların hamısını yazıram. Birinci xassə A, C və CB toxunandır. Toxunandır. Ondan sonra başqa nəyə baxmaq lazımdır? Bu alfadır, bu M, bu N'dir. Yadda saxlayın ki, ikinci xassə uşaqlar A, N, B. A, N, B. Üstə gəlinsin. Bu qövs majordan minor qövslər. Yəni balaca qövs üstə gəlsin böyük qövs. A, M, B qövs. Bax, N, B qövsü budur. Bu da M-dir. Bunun cəmi 360-dır. Çünki 300 çevrə 360 dərəcədir. Üçüncü xassə. Toxunanlar necədir uşaqlar? Bərabərdir. Və ya onun xassəni demədən əvvəl A, N, B ilə bu alfa bucağın cəmi həmişə 180-dir. Həmişə 180-dir. Dördüncü xassə. Yadda saxlayın ki, belə deyim. Dördüncü xassə nədir? Çevrənin xaricindən çəkilmiş toxunanlar həmişə bir-birinə bərabər olur. AC nə qədərdirsə, deməli CB də o qədər olacaq. Həmişə elədir xassə. 5-ci xassə. Deməli uşaqlar nəyə baxmaq lazımdır? Çevrənin mərkəzindən toxunanlara perpendikullar çəkilə bilər. Bir belə, bir də belə ola bilər. Bu perpendikullarlar
perpendikulyarlar nə olacaq? Həmişə çevrə ilə 90 dərəcəli bucağı əmələ gətirməlidir. Yəni yadda saxla ki, toxunana, bax bu xassələri xahiş edirəm hamısını dəftərinizə qeyd edin. Toxunana çəkilmiş radius toxunana perpendikulyardır. Yəni 90 dərəcəli bucağı əmələ gətirir. Toxunana perpendikulyar. Ondan başqa uşaqlar, buna məsələn bu toxunanlar arasında qalan bucaqdan başqa bu beta olsa, yadda saxlayın ki, bu 6-cı xassə alfa ilə betanın cəmi həmişə 180 olacaq. Bu da eyni xassədir, yəni yadda saxlayın bunu və mən bunu belə deyim də, İndi bunu belə bir nöqtə deyirəm, belə bir xətt çəkirəm. Bu 2 hissəyə bölür, alfa bölür, 2 hissəyə bölür. Yazaram ki, CK, bax, 7-ci xassə CK xətti, C bucağının tən böləni olur həmişə. Tən böləni olur. Xahiş edirəm hamısını yazın. 8-ci xassə toxunanlar arasında qalan bucaq deyəndə, yadda saxlayın ki, deməli, toxunanlar arasında qalan bucaq deyəndə, yadda saxlayın ki, C bucağından söhbət gedir. Belə. Bundan sonra nəyə baxmaq lazımdır? Başqa nəyi bilməli uşaqlar? Baxaq elə. O xassələr hansı biz bölürük? Bu toxunanla vətərin arasında bir əlaqə düsturu var. Bir toxunan şəkildə bax uşaqlar, bir dənə toxunan, bir dənə də vətər. Bax bunların arasında çox xassələr var. O xassələri mütləq bilin uşaqlar. Yəni çox lazım olacaq. Bax bu AB qövsü olsa, bax bu qövsə baxın. Qövs AB qövsü olsa, bax bu qövs burada. Həmişə bunların arasında qalan, yəni toxunanla yazıram. Toxunanla vətərin arasında qalan bucaq alfa bucağı həmişə AB qövsünün yarısı olacaq. Həmişə belədir. Bu mərkəzi bucağı, daxili bucağa əsaslanan xassədir. Yəni siz onu bilməlisiniz. Ondan sonra baxaq uşaqlar, olmasa kəsən xassələrini keçək. Kəsən və toxunan xassəsinə. İndi keçək kəsən. Kəsən nədir? Çevrənin 2 nöqtəsindən keçən xəttə kəsən deyilir. Kəsən bu A nöqtəsi olsun, bu B nöqtəsi olsun. Çevrənin xaricindən sonsuz sayda kəsən çəkmək olar. Bu da olsun C, bu da olsun D nöqtəsi. Deməli bu kəsəndir, kəsən xassəsidir. Yəni belə. Bu olsun nə nöqtəsi deyək? K nöqtəsi. İndi hansı nöqtələr var? İndi birinci xassəmiz, kəsənin xassəsi haqqında danışsam. Birinci xassə. Deməli bucağın tapılmasıdır. Bucağın tapan zaman, bunların arasında qalan bucağı tapan zaman, alfa bucağını tapan zaman həmişə yadda saxlayın ki, böyük qövsdən, böyük qövs bu qövsdür. Yəni BD qövsündən çıxmalıyam. Nə qövsün? AC qövsün, bax bu qövsün çıxmalıyam. Bölməliyəm 2-yə. Belə. Böyük qövsdən kiçik qövsü belə deyim çıxıb bölməliyəm 2-yə. Bax birinci xassə budur.
İkinci xassə. Məsələn, bu AK-ya A desəm, buna mən B desəm, buna C desəm, buna da D desəm. İndi xassələr nə olacaq? Bax, yadda saxlayın uşaqlar. Bunun balaca uzunluğun böyük uzunluğu olan A-sini, yəni A vurma A plus B bərabərdir C vurma C plus D. Belə. Yadda saxlayın ki, bu xassə olmalıdır. Bu da asan xassədir, çətin xassə deyil. Ondan sonra uşaqlar nəyə baxmaq lazımdır? Deməli, uşaqlar, bu xassəni deyim. Ondan sonra bu xassəni dedim. Bunların 2 dənə xassəsi var, əsas vacib. Bu da çox vacibdir uşaqlar. Diametrdir. Diametrə söykənən bucaq, daxilə seçilmiş bucaq. Həmişə bu bucaq 90 dərəcə. Diametrə söykənən bucaq. Niyyətsiz səbəbini deyirəm. Çünki uşaqlar 180-dirsə, diametr onu 2 hissəyə bölür. 180 2-yə böləndə, belə deyim, 362-yə böləndə 180. İndi deməmişik ki, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Bu 180-dirsə, 180 yarısı nə qədər olacaq? 90 olacaq. Bu xassələrdə çox vacib xassələrdən biridir. Sizin üçün ki, qabağınıza çox çıxacaq. Ondan başqa uşaqlar, toxunan və kəsən xassələrindən var. Yazaram toxunan və kəsən. Toxunan və kəsən xassələri nədir? Deməli uşaqlar, yadda saxlayın ki, toxunan və kəsən haqqında danışsam, bir də toxunan çəkilsin, bir də kəsən çəkilsin. Deməli bu A, B, bu olsun C, bu olsun D. Buna deyək X, buna deyək A, buna deyək B. Birinci xassəmiz odur ki, mən əvvəlcə bunların arasında qalan bucaq alfa bucağını tapsam, alfa bucağı bayaqkı xassənin eynisidir böyük qövsdən. Yəni AD qövsündən, AD qövsü, bax bu qövsdən çıxacam kiçik qövsü, AC qövsün böləcəm təbii ki 2-yə. Bu alfa bucağını tapanda və ya uzunluğunu tapanda x-in toxunan kvadratı bərabərdir A qövsü vurma A plus B belə tapacam. Bu qədər sadə. Bununla da məncə xassələr yavaş-yavaş başa düşməyə çalışırıq. Başqa baxaq nə xassəsi qaldı. Çevrələrin toxunma nöqtəsi haqqında var. Onlar arasında bir video, yəni çəkəcəm onsuz. Amma mən indi bir dəqiqə 15 dəqiqədə videom qalsın. Mən çünki çox da uzun bir video istəmirəm. Təbii ki, mərkəzi bucaq nədir? Daxilə seçilmiş bucaq nədir? Bir bir xassə var. Bu xassəni deyirik. 25 dəqiqədə bir video çəkək. Xassəm. Deməli uşaqlar, deyib ki, əgər çevrələrin vətərləri eynidirsə, A, B, bu da olsun C, D. Bax, deyib ki, əgər vətərlər bərabər olarsa, bu da xassələr çox lazımdır xassədə. AB bərabərdir CD olarsa, eyni zamanda qövslər də eyni olur. Bunu M deyək, bunu N deyək. A, M, B qövsü bərabərdir C, N, D qövsü. Bax, belə. Xassələr də deyir ki, bərabər olmalıdır. Təbii ki, yəni bunları uşaqlar işlədikcə sən anlaya bilirsən. Çünki vacib bölmələrdən biridir, təbii ki. Yəni elə bölmədir ki, yəni biraz çox işləmək lazımdır. Çevrənin uzunluğu C bərabərdir 2pi-r-ə. Yadda saxla, bu düsturu bilməlisən. Və ya C bərabərdir r-in yerinə 2r-in yerinə d yazsan pi-d ola bilər. Çevrənin uzunluğu, qövsün uzunluğu, bu düsturun hamısı yazın. Qövsün uzunluğu bu da olacaq L bərabərdir pi r alfa bölünsün 180. Belə. Alfa bu da mərkəzi bucaqdır. Mərkəzi bucaqdır. Belə uşaqlar. Çox uzun bir video istəmirəm. Bunları yadda saxlayın. Gələn videolarda da inşallah bir 15 dəqiqəlik hər şeyi izah etməyə çalışacağam.
Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.